Salamünaleyküm. Demək, bu günləri limon, sarımsaq, zəncəfil qarışımını düzəldirəm. Xatırladım ki, bu nəyə faydadır? Kimdə limfa vəzləri şişirsə, çox gözəl təsir eləyir. Sonra kimdə xolesterin yuxarıdırsa, qalxırsa, xolesterin sələfləri hamısını salır. ALT, AST, triqliserid hamısını salır. Bu. Sonra kimin qanı laxtadırsa, qanını durlaşdıracaq. Tükənməz faydası var bunun, tükənməz. Bir də ki, bir şey deyim sizə. Bunun hazırlanması necədir? 1 kiloqram limonu götürürsünüz, yarısı qabıqlı, yarısı qabıqsız. Yarım kiloqram sarımsaq təmizləyirsiniz, 300 qram da təzə zəncəfil. Bunlar hamısının ət maşınından keçirmək lazımdır. Ət maşınından inşallah keçirək, sizə ardıcıl göstərəcəm. Demək, artıq hazırdır. Gətirdən yaxından göstərək. Qəşəng bunu qarışdırırsınız. Gözəl bir dənə bunu qarışdırırsınız. Super. Sonra yığırsınız bunu inşallah. Balona yığırsınız bunu. Qoyursunuz xolodilnikin aşağı gözünə. Hər gündə 2 dəfə yaxşı olar ki, 2-3 dəfə taxta qaşıqla qarışdırın. Hər gün bunu qəşəng qarışdırın. Balonu belə də salxaya bilərsiniz qarışdırın. Amma taxta qaşıqla yaxşı qarışdırmağınız məsləhətdir. Bir həftə qarışdıracaqsınız. Həftənin sonunda bunu süzəcəksiniz. İndi mən elə bil həftə tamam olsun videonun təkrarında çəkəcəm sizin üçün necə süzəcəm, nə edəcəm. Onlarda çəkib paylaşacağam. Kim istəyir düzəltsin. Heç olmasa ildə bir dəfə bunu çəkin inşallah. Videonu saxla bir dənə indi. Artıq hazırdır. Balona yığdıq. Hər gün beləcə qəşəng bunu demək 2 dəfə, 3 dəfə qarışdırın. Xolodilnikdə saxlayacaqsınız. Xatırladım ki, bunu ağzı bağlı saxlayırsınız ki, xolodilnikdə başqa qidalardan nəsə qoysanız onlara da keçməsin. Belə də qarışdıra bilərsiniz. Bax, belə də eləyə bilərsiniz qəşəng. Amma bu kifayət deyil də. Taxta qaşıqla qarışdırsanız gözəl olur. Gözəl inşallah. Amma xolodilnikin aşağı gözündə saxlayırsınız. Bir həftə saxlayırsınız. Həftənin sonunda bunu süzmək lazımdır. İnşallah məndə də həftə tamam olsun. Çəkəcəm, paylaşacağım. Sizlərlə düzəldin. Deyərəm ki, bu, bax bu. Heç 10 manat pul tutmur. Amma bunu deyərəm ki, insan orqanizmində tükənməz faydası var inşallah. Allah bütün xəstələrə şəfa versin. Biz də bunun üçün davam edelim.